sizi qələbə münasibəti ilə. Ümumiyyətlə bu maçdan gözləntilər nə idi? Birinci setdə heç özünüzə bənzəmədiniz komanda olaraq. Nə baş verdi birinci setdə? İlk növbədə bütün Turan azərkeşlərini təbrik edirəm. Pərdə arxası çox insanlar var. Onlar hamısına çox sağlamı bildirirəm. Biz bugünü çox gözlürdük çünkü bu biraz prinsipal oyunuydu. Çünkü axırıncı oyunda onlar qələbə qazanmışdı. Ama bugün biz sübut elədik ki, ən güclü bizik. Ayşən, karyeranızda belə böyük oyunlar olub, əminəm ki, həm Azərbaycan çempionatında, eləcə də Avrokuboklarda və legioner həyatı yaşayanda Macaristanda da. Sırf Turanla bağlı olan bu mövsümü necə dəyərləndirmək olar? Sizin üçün hansı xüsusi hisslər var? Mən onsuz da klub rəhbərliyinə də bunu əvvəldən söyləmişdim ki, mən əgər bunlara gəlirəmsə, mən ancaq qazanmağa gəlirəm. Elə belə gəlim vətənimdə oynayım, xeyr. Mən bura gəlimsə qələbə olmalıdır. Şükür o gündə gəldi, o qələbədə qazandı. Bundan sonra hədəflər nə olacaq? Komanda olaraq və şəxsi olaraq sizin hədəfləriniz? Bundan sonra ilk hədəfimiz yaxşı dincəlməkdir. Sonra işə gələcək sezonda biz Allah qoysa Avropa kuboklarına iştirak edəcəyik. Orada da istədiyimiz nəticə alarıq. Uğurlar sizə, çox sağ olun. Hələ ki